Azərbaycan Kickboksing Federasiyası rəhbərliyinin tapşırığı ilə Federasiyanın birinci vitse-prezidenti Elşən Abdulrəhimov Naxçıvan Muxtar Respublikasında kickboksing üzrə fəaliyyət göstərən məşqçi müəllimlərlə görüş keçirmişdir. Səfər çərçivəsində bölgədə bu idman növünün inkişafı və məşqçilərin peşəkar səviyyəsinin artırılması məqsədi ilə seminar təşkil olunmuşdur. Seminar zamanı klublara möhür və nizamnamələr, məşqçilərə isə sertifikatlar Naxçıvan İdman Nazirliyinin İdman Şöbəsinin rəisi Talih İbrahimovla birlikdə təqdim edilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasının İdman Naziri vəzifəsini icra edən Məcid Seyidov ilə görüş keçirilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış və ona Federasiyanın milli idman forması təqdim olunmuşdur. Eyni zamanda Elşən Abdulrəhimov Federasiya rəhbərliyinin tapşırıq və tövsiyələrini yerli məşqçilərə çatdırmış, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Görüş zamanı xatirə şəkilləri çəkilmişdir.